Dostlar, növbəti ünvanda hal-hazırda radiatorların yuyulma prosesinə başlayırıq. Bu zaman heç bir radiatorlar açılmır. Sadəcə olaraq hamamda gördüyünüz bu suşulkanı bir dənə yerindən çıxardırıq ki, ümumi xəttə bu girişli-çıxışlı xəttləri göstərirəm sizə, ora qoşulmaq üçün. Sadəcə olaraq ona görə bu suşulka çıxmalıdır ki, qoşulmağa görə. İndi hal-hazırda ustamız suşulkanı yerindən çıxardıb, xüsusi aparat vasitəsilə qoşulacaq bu xəttlərə və radiatorların yuyulma prosesinə başlayacaq. İndi hal-hazırda gördüyünüz kimi usta aparatın giriş və çıxışını daxil edir ümumi sistemə. İndi mən sizə göstərəcəyəm ki, digər radiatorlar heç açılmır, yerində də qalır. Və gördüyünüz kimi, baxın, yəni bu heç bir şey açılmadı, sökülmədi. Sadəcə olaraq ikinci radiatordur evdə, yəni yenə gördüyünüz kimi açılmır, yəni yerində qalır. Radiator buradadır, yəni bu da gördüyünüz kimi açılmır, heç nə olmur. Bu radiatorumuz buradadır, yəni bu da görürsünüz açılmadan indi yuyulacaq. Və ustamız qoşuldu. Burada iş sisteminə başlayırıq. Necə ki görürsünüz, hal-hazırda çirkli su necə radiatorlardan gəlir. Bu təkcə çirkli su deyil. Bunun içərisində daşlar, yığılmış ərflər, hamısı daşlanıb yerə tökülür. Bu o deməkdir ki, siz radiatorlarınızı yumayanda ona görə də yağ radiatorların yarısı qızır, yarısı qızmır. Bu zaman siz kombinin qazına daha çox sərfiyyat gedir. Gedirsiniz qazı artırırsınız ki, kombilər radiatorlar qızsın. Və ona görə də qaz sərfiyyatı da artır. Amma ona görə də ildə bir dəfə də olsa radiatorlar yuyulmalıdır ki, həm qaz sərfiyyatınız az getsin, həm də kombiləriniz yaxşı qızsın. Su ağlardır, artıq işin bitməsindən xəbər verir.